Salam, hər vaxtınız xeyir olsun. Bugün biz növbəti bir dərsi izah eləyəcəyik. Bu Van Gogh dərsindəndir ki, hansı ki Van Gogh'un 15 günə baxan ilə Güldan əsərini görürük. Ümumiyyətcə Van Gogh biz bilirik ki, yaradıcılığının rəmzi günə baxanlardır. Günə baxanlar da sarı rəngdə eləmişdi. Sarı rəngdə dostluq və ümidi tərənnüm eləmişdi. Bu çiçək və bu yetişmiş buğdanın və günəşin rəngidir bu sarı rəng. İlk öncə gəlin əsərə diqqət eləyək. Əsər 15, yəni əksəriyyəti var. Məsəl üçün 11 günə baxan ilə Güldan var, 15 günə baxan ilə Güldan var. Kəsilmiş 4 günə baxan əsərləri var ki, hər birində bu bir-birinə bənzəsə də, amma say olaraq, say şeyinə görə fərqlənir bir-birindən əsər. Deməli, ilk olaraq birinci bölməmizə gələk. Günə baxanın başlıq hissəsinə gələk. Bax, fikir verirsinizsə, bəzi günə baxanlarda, belə deyək, ləçəklər görünür, bəzilərində yox. Bunun səbəbi nə idi? Əsərdə onu qeyd edir ki, rəssam ümumiyyətcə bu əsəri naturadan, yəni canlı qoyub, canlı baxıb işləyib də əsəri. Və naturadan işlədiyinə görə də, çünki naturada müəyyən müddət sonra solan bir şeydir. Bu naturadan işlədiyinə görə, həmin bu fikir verirsinizsə, bir burada, bir aşağıda, günə baxanların bəziləri naturadan çox sürətlə işlədiyinə görə ləçəkləri tökülmüşdü. Yalnız toxumları görünür, yəni semiçkaları içərisi görünür. Narıncı səbət kimi bir effekt yaradıb ki, burada deməli nə olmuşdu? Bəziləri tökülmüşdü. Nə qədər sürətlə eləsə də bəziləri tökülüb, yalnız toxumları qalıb və onun narıncı səbətləri görünürdü. Ləçəkləri hamısını tökülüb, deməli güllərin bu iç hissələri tökülüb, hamısı deməli nəyə effekti verib? Narıncı, belə deyim, narıncı rəngdə olan səbətlər qalıbdı ki, görünür burada zaten bu səbətin görünməsi. İkinci bölməmiz. İkinci bölmədə deyir ki, Vincent gövdəni yaşıl rəngli boya vasitəsilə üfüqi yaxmalarla çəkib ki, gəlin həmin o hissiyə diqqət eləyək, həmin hissə hardadır ona baxaq. Deməli, bax burada. Bu hissədə fikir verirsinizsə, günə baxandır və onun yarpaqlarını görürük. Deməli, nə idi? Van Gogh yaşıl rəngli. Zaten istənilən halda biz bilirik ki, bir günə baxanda gövdə yaşıl rənglərdə olacaq. Burada da var, burada da var və digər hissələrdə. Gövdə yaşıl rəngdə idi, bunu zaten görünür. Gövdənin yaşıl rəngdə olması görünür ki, rəng yaşıldır. Amma onun yanında güllərin, belə deyək də, o yaşıllıqlarını da biz görürük. Fikir verin, bəzilərində narıncı rəngdədir, bəzilərində yaşıllıq görünür. Bu yaşıl hissələri də deməli nə edibdir? Üfüqi şəkildə fırçanı yan-yana, yəni fırça hərəkətləri elə vurub ki, üfüqi şəkildə, belə deyim, yanlarında bu ləçəklər görünür. Gövdə zaten bu hissəsi hasaddır, yaşıl rəngdədir. Amma güllərin o qıraqları, yan hissələrində biz görürük ki, o boyanı üfüqi, yəni yan-yana fırça hərəkətlərindən vurub və fırçanı bir yuxarı, bir aşağı, bir sağa, bir sola hərəkət elətdirərək nə göstəribdir? Burada canlılıq yaradıb, həm də müəyyən hissələrində fikir verin, yaşıllıq var, müəyyən hissələrində sarılıq var və s. Bunu nə edibdir? Üfüqi şəkildə eləyibdir. Deməli, nə edib Van Gogh? İkinci bölmədə deyir ki, gövdə yaşıl rəngdə idi, üfüqi yaxmalarla bunları da çəkibdir çoxsunu. Çiçəkləri, yandakı çiçəkləri də, yəni qıraqlarında olan bu yaşıllıqdan danışır sonra ki, bunları da üfüqi yaxmalar vasitəsindən çəkib. Sonra gəldik, çıxdıq 3-cü bölməmiz. 3-cü bölmə kitabda buranı qeyd edilir 3 nömrə kimi. 3-cü bölmə bu daha rahatdır. 3-cü bölmədə fırçanı biz bilirik ki, Van Gogh'un texnikası nə idi? Impasto texnikasıdır ki, Mastixin izlərinin bilindiyi qalın boya qatı deməkdir impasto texnikası. Həmin burada da rəssam çox cəsarətlə fırçanı çox götürüb, elə götürüb ki, belə deyim, hər iki tərəfdə qabarıq şəkildə iz buraxıbdır. Əsərdə deməli fırçanın boyasını çox götürüb, kətana elə, belə deyim, güclü bir hərəkət elətdirib və hər iki tərəfdə qabarıq şəkildə iz qoyubdur ki, bu əsərdə bax bunu qeyd eləyir ki, hər iki tərəfdə qabarıq şəkildə çox götürüb iz buraxıb. Bu 3-cü bölmədir.
Dördüncü bölməmiz hörülmüş faktura. Hörülmüş faktura sizə belə qəribə gəlir ki, necə yəni əsər nədir, hörmək nədir? Bu sadəcə arxa fondan danışır ki, yəni biz bilirik ki, bütün rəsmlərdə arxa fon var. Həmin bu arxa fonunu da deyir. Necə eləyibdir? İlk baxışdan hamar görünür. Bizə elə gəlir ki, normal bildiyimiz rəsmlərdə arxa fon adətən hamar olur. Amma bu əsərdə deyir bizə ilk baxışdan bizə hamar görünsə də, çünki biz indi burada şəkildir deyə biz tam görə bilmirik. Elə fikirləşirik ki, həm də hamarlıqlıq var, ya yumşaqlıq var. Əsəri canlı baxanda, qismət olsa London Milli Qalereyasına kimsə getsə, orada diqqətlə baxsa, elə ilk baxışdan bizə deyir hamar görünsə də, amma o bir rəngli sətə bir rəng vurub, yəni çox rəng vurmayıb. Bir rəngli sət qeyri-adi şəkildə qabarıqlıq var idi. Yəni təkcə günə baxanlarda bayaq dedi ya, cəsarətli götürüb hər iki tərəfində qabarıqlıq göstərsə də, amma burada arxa fonda da, söhbət arxa fondan gedir ki, arxa fonda da bir rəngli olsa da, onun özü belə arxa fonun qabarıq bir fakturaya malikdir. Və bunları da bu arxa fonu həm üfüqi, həm şaquli şəkildə elə çəkib ki, fırçanı elə vurub ki, həm üfüqi istiqamətdə, həm də şaquli istiqamətdə. Sanki bir səbət effekti yaradıbdır deməli əsərdə. Deməli, üfüqi və şaquli şəkildə fırçanı hərəkət elətdirib arxa fonda, sanki bir hörülmüş səbət effekti yaradıb və ümumiyyətcə əsərdə düşünməyin ki, arxa fon hamardır. Bir rəhli olsa da, amma burada belə bir qabarıqlıq var. Qeyri-adi, qabarıq şəkildə fakturası var. Bu oldu hörülmüş faktura. Mənə elə gəlir ki, Van Gogh dərsi indiyə qədər ümumiyyətcə öyrəndiyimiz ən rahat təhlillərdən biridir. Sonra incə göy xətlər. Zaten əsərdə biz görə bilirik bu göy xətti. Əslində bu da çox sadədir. Sadəcə mənasını başa düşmək lazımdır. Görürsünüz ki, əsərdə ümumi hər iki fon təsvir eləyib. Hər iki fon, iki dənə rəhli fon var. Biri sarı, biri narıncı fon var. Elə görünə bilər ki, Van Gogh bu iki göy xətt arasında bir məkan rəngindən doldurubdur. Amma neyib? Sadəcə şaquli şəkildə biz bilirik də üfüqi söhbəti var, bir də şaquli söhbəti var. Görürsünüz ki, yanından bir dənə neyib? Bir şaquli şəkildə göy xətti verib və əlavə elə bir eləyibdir də, bu fonu doldursa da hər iki tərəfdən, sonradan götürüb ona bir neyibdir? Əlavə göy bir xət verib ki, şaquli şəkildə olan iki fon arasında əlavə edib, ümumi bir belə deyək də, həm də elə bir ki, necə deyim, bir əsərdə ayırıb da ki, bu iki ayrı bir fon var, belə deyək. Bunun əsas o göy xəttin verilməsində bunların ayrılmasıdır əslində. Deməli, iki göy xətt ümumi fon arasında bir vəhdət yaradıb, bir həm də ayrıcalıq yaradıb ki, həm də sonradan bunu əlavə eləyib, gördüyünüz kimi, həmin o şaquli şəkildə göy xətti iki fon arasına əlavə eləyib bunu və ümumi, belə deyək, məkanı rənglə doldurubdur ümumi şəkildə. Sonra gəldik, çıxdıq. Burada zaten görünür. İstənilən bir şeydə bilik var. İstənilən bir əsərdə hər zaman bilik qeyd olunur ki, bilik dedik ki, ən işıqlı, ən parlaq səthi əşyanın əşya səthində ən işıqlı, ən parlaq səthdə bilik deyilir ki, bunda impasto ilə. Yəni təkcə güldanı, osunu, busunu yox, bu biligi belə impasto texnikasından verib. Biliklər də deməli nə etmişdi? Ağ bilik atmışdı, impasto texnikasından yaratmışdı. Həm də biz bilirik ki, ümumiyyətcə istənilən bir işdə ağ bilik atmaq, xüsusən də natürmortda əşyanın o həcmliliyini, belə deyim, içərisinin doluluğunu, yumruluğunu belə deyək göstəribdir də bu impasto texnikasından vermək. Qaldı bir dənə, zaten görünür, əsərin güldanın üzərində bir imzası var. Vincent deyə bir imza da atıbdır. Bütünlükdə bir əsərin tərtibatında mühüm bir elementə çevrilib bu şeydir. Elə bir möhürünü qoyub da əsərdə bir növ imza. Yəni bu qədər. Van Gogh haqqında əsər 15 günə baxan ilə deməli güldan əsəri oldu. Bunun